Bir sufiden soruşurlar. Sənə bu həyatda yol göstərən kim oldu? Sufi cavab verir. Bir it. Bir gün su kənarında susuzluqdan öləcək halda olan bir it gördüm. O hər dəfə su içməyə çalışanda sudakı əksindən qorxub geri çəkilirdi. Çünki qarşısında başqa bir it olduğunu sanırdı. Nəhayət susuzluğu dözülməz hala gələndə qorxusunu bir kənara qoyub suya atladı. O anda isə istədiyi şeylə arasındakı maneənin yox olduğunu gördü. Anladı ki, əsl maneə yalnız özüdür. Əbəs yerə demirlər. İlərləmək istəyirsənsə, öz önündən çəkil. Qarşındakı düşməni məğlub etmək çox asandır. Amma əsl çətinlik içindəki düşmənlə baş etməkdir. Bəlkə sən də bir çoxları kimi uzun müddətdir yaratmaq, qurmaq istəyirsən. Amma sadəcə sağ qalmaq rejimində yaşayırsan. Joe Dispenza deyir ki, qüdrətli insanların idrakı özünə məxsus laboratoriyadır. Yəni beynimizlə cismimiz sinxron halda hərəkət edir. Xəyal edərkən bədənimiz dopamin ifraz edir. Bu maddə bizi həyəcanlandırır, motivasiya edir və yaradıcılığımızı artırır. Bir sözlə, xəyal insanı hərəkətə gətirir. Beyin xəyal qurduqda sanki simulyasiya edir. Tarixin tanınmış şəxsiyyətlərinə baxın. Onlar xəyal edib, addım atıb və reallaşdırıblar. Elmi araşdırmalar göstərir ki, insan düşüncə və hissləri ilə DNT-yə təsir göstərə bilir. Zehin reallığı yaradır və sən həmişə düşündüyünü yaşayırsan. Sənə bugün tövsiyə edəcəyim kitabın müəllifi Joe Dispenza Təhtəşşuurun Gücü kitabında deyir ki, həyatın dəyişməsi enerjinin dəyişməsi deməkdir. Düşüncə və emosiyaların fundamental şəkildə yenidən qurulmasıdır. Müəllif əlavə edir ki, yalnız düşünmək kifayət deyil. Düşüncən və hisslərinlə yanaşı onları gündəlik həyatında təkrarlamaq və kiçik addımlar atmaq vacibdir. Bu, neyron bağlantılarının dəyişilməsini sürətləndirir və həyatında real dəyişikliklər yaradır. Və sonda unutma, bu kitabı qısa zamanda bitirə bilməyəcəksən. Amma onu oxumaq sənə yeni səviyyədə özünə fokuslanmağı öyrədəcək.